Salam əleykum qaqalar, nətərs? Jurnalın ölçülərini istəyirəm paylaşam sizinlə. Mən özüm axtardım, çox yerdə yoxdur. Dedim paylaşım, bəlkə kiməsə də ehtiyac olar, lazım olar. Deməli, bunun ölçüləri, üstünün ölçüsü, təmizi. Bunu mexanizma alanda deyəsiniz ki, 80-in 80-ə. Üstünün ölçüsü, 2 dənə detal kəsəcəksiniz, 80-in 80-ə, eni uzun, 80-in 80-ə. Üstdən də mən bunu qazma petlə ilə elədim, çünki bunun hər tərəfindən 3 dənə şurup bağlanır. Həm üstü düz olur, həm də ki, bu daha dözümlüdür. Sonra keçək yığılma qaydasına, normal bağlandı. Sonra bunun üstü deməli olacaqdır 54-ün 32-yə, bunun üstün detalı. Sonra bunun bot hündürlüyü 14, minimum 14 cm olmalıdır. Belə deyək də, 14-dən az olsa bunun alt tərəfindən mexanizmalar görsənəcəkdir. Bunun içindən içinə olan ölçüsü, hansı ki mexanizmlər 30 durulacaqdır. 66-4-ün bu tərəfdən də olacaqdır 66-4-ə, 66.4-ə. İkisi təmiz qalan ölçüdür. Ayaq hündürlüyü mən 45 cm qoymuşam. 45 cm qoyanda deməli bizdə jurnalinin hündürlüyü, stolun üstü düşəcəkdir, 84 düşübdür. İndi bunun hündürlüyünü buna görə ayarlayarsınız. Bir də ki, burada əgər 14 cm qoyursunuzsa, bu mexanizmanın quraşdırılması, bax, buradan deməli olur, haradasa 3, 18, 4 cm. İndi bunun siz bortun hündürlüyünü qoymağınızdan asılıdır. Və salam, belə başqa qəliz bir şey yoxdur. Ayaqlar da ki, 12-nin 12-yədir, yəni 12 bu tərəfdəndir, o da 10 cm buradandır, bu da 2 cm laminat payıdır. Bağlanmağı da bu qədər. Videomu da bəyənib paylaşsanız məmnun olarıq. Sağ olun.